dəyişmə olacaqmı? Xeyr, imtahanın dərəcəsində dəyişmə olmayacaq. Yəni stabil olaraq birinci imtahanda hansı dərəcədə, ağırlıq dərəcəsində isə ikinci imtahanda da eyni ağırlıq dərəcəsində olacaq. Sadəcə olaraq birinci imtahanda ağırlıq dərəcəsi olan mövzular fərqli idisə, ikinci imtahanda o mövzu fərqli olacaq. Məsəl üçün, birinci imtahanda söz birləşmələri ilə bağlı, həmcins üzvlərlə bağlı sual ağırlıq dərəcəsi var idisə, bu zaman ola bilər ki, nitq hissələri ilə bağlı, morfoloji təhlillə bağlı və yaxud da deyək ki, əlavələrlə bağlı sualların çətinlik dərəcəsi ola bilər. Ona görə də əziz dostlar, sualların ümumi dərəcələrinin aşağı düşməsindən söhbət gedə bilməz. Birinci imtahanda hansı strategiyada suallar olmuşsa, ikinci imtahanda, yəni 15-indəki imtahanda və 19-cu imtahanda da o qədər olacaq. Blok imtahanlarının zəif və ya güclü olması, çətin və ya asan olması, əziz dostlar, blok imtahanlarında standart dəyişilməyəcək. Çünki imtahanlar artıq 2 ay, 3 ay, yanvar ayından etibarən hazırlanmağa başladığına görə artıq o imtahanlar hazırdır. Yəni, buraxılışa görə yeni imtahan modellərinin dəyişəcəyini mən zənn eləmirəm. İmtahan orta statik səviyyədə olacaq, buraxılış imtahanı. Burada bir strategiya var, uşaqlar. Strategiya nədir? Universitetlərdə daha keyfiyyətli, daha kalitəli və daha savadlı şagirdlərin alınması strategiyasına başlanılıb. Yəni, bizim ali müəssisələrimiz istəyir ki, onların nəzdinə gələn şagirdlər, onların təhsil alması üçün onlara gələn şagirdlər daha müsbət düşüncəli, biraz daha savadlı, daha analitik şagirdlər olsunlar ki, çünki onların 200 balla, 150 balla gələn şagirdlərin oxumağında çətinlik olur, onların qavramasında problem olur və kəsirləri çox olur. Bu da bir universitet üçün əlavə bir yükdür. Yay imtahanında hazırlaşdırmaq, əlavə müəllimə pul vermək, semestrlər uzatmaq, bunu da heç bir universitet istəmir və hətta onu da deyim ki, bəzi universitetlərdə artıq müəyyən bir ixtisaslar azalacaq, %100% azalacaq. Əsasən də o azalacaq ixtisaslar təhsil sahəsinə aid olan, deyək ki, pedaqoji ixtisaslardır. Digər sahələrə aid olan, məsələn, IT sahəsinə aid olan, informasiya sahəsinə aid olan ixtisaslardan da artacağı görsənilir. Amma daha çox universitetlərdə keyfiyyətli şagird alımına artıq başlayıblar. Ona görə də imtahanların çətinlik dərəcəsi bir növ DİM-in özündən asılı, təkcə özündən asılı deyil. DİM-ə gələn sifarişlərdən asılıdır. Ona görə də əziz dostlar, yəni DİM-ə universitetlər sifariş verir ki, məsələn, bu illərin universitetlərə şagirdlərin səviyyəsi yüksək səviyyədə olsun. Çünki bizim universitetə qəbul olan 150 balıq, 100 balıq şagirdlər gəlib bizim universitetdə bitirə bilmirlər və bu bizə əlavə yükdür. Və bu da dövlətin də strategiyası budur ki, müəyyən bacarığı olmayan şagirdləri yönəltsinlər peşə təhsili müəssisələrinə. Çünki 150 balla universiteti bitirən şagirdin gedib peşə təhsil müəssisəsində daha uğurlu olacağını mən qənaətindəyəm şəxsən. Mən düşünürəm ki, bunu dövlət struktur dairələri də düşünürlər ki, yəni adam 150 balla gedib universitetdə 4 il hədər keçirəcəyinə 2 il peşə təhsili müəssisəsində işləsin, məşğulluğa müraciət eləsin, onu işlə təmin eləsinlər. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, hər bir imtahan nəticəsi sizin ümidlərinizi qırmamalıdır, sizi ruhdan salmamalıdır. Daha yüksək, daha ümidli olmalısınız. Daha çox çalışın. Çox çalışan çox nəticə əldə edəcək. Şikayət edən insanlar nəticəni özündə deyil, başqalarında axtaran insanlardır. Şikayət etməkdənsə oturub çalışmaq daha məqsəd uyğundur, daha gözəldir, daha sizi uğura aparacaq səbəblərdən birisidir. Hər birinizə uğurlar.